Sabirabad polisi tərəfindən həyata keçirilən əməliyyat zamanı rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Xaş-Xaş 2016 kompleks tədbir planına əsasən Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri zamanı külli miqdarda narkotik vasitə olan çətinək yollar aşkar edilib. Belə ki, aparılan əməliyyat zamanı rayonun Türkədi kənd sakini 55 yaşlı Sadiq Şıxəliyevin həyatyanı sahəsində aqrotexniki qaydada qulluq edilən çətinək yolları o cümlədən qurudulmuş marixuana zərərsizləşdirilib. Sadiq Fətişoğlunun həyatyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı onun həyatyanı sahəsindən 56 ağac, hündürlüyü 2-3 metr olan çətinək yolları, kötüğündən çıxardılmış 26 ədəd və evinə baxış zamanı 8 kiloqramdan çox qurudulmuş halda marixuana aşkar edilərək tərəfimizdən götürülmüşdür. Saxlanılan şəxs əməllərini etiraf edərək narkotik vasitələri satış məqsədi üçün əkib becərdiyini bildirib. Harda əmisiniz? Həyətdə əkmişəm. Nə qədər əmisiniz? Ay, nə bilmirəm. Təxminən nə qədər əkmişsiniz orada? Bilmirəm. 50'dir, 60'dır, 100'dir. Ay, bilmirəm. Də sayın bilmir. Təxmini 50-60 dənədir. Bu əkib bezərməkdən məqsədiniz nə idi bunu? Satmalıyam bu cəmiyyət. Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Şalə Bayramlı, Cabir Məmmədov, Səs TV, Sabirabad.